Diləyin və sizə veriləcək. Axtarın və tapacaqsınız. Qapını döyün və sizin üçün açılacaq. İsa peyğəmbərin bu kəlamı hər kəs üçün eyni şəkildə işləyir. Bu səbəbdən də bəzən bizə elə gələ bilər ki, kiməsə nəsə haqsız yerə verilib və ya kimsə düzgün yolla qazanmadan nələrəsə sahib olub. Bu barədə nə demək istəyirəm? Birincisi, pis hesab etdiyiniz bir şey yalnız sizin üçün pis ola bilər. Yəni yaxşı, pis, nisbi anlayışdır. İkincisi, biz adətən bütün mənzərəni görmürük və məsələnin bütün tərəflərini bilmirik. Üçüncüsü, bunun qarşılığında həmən insanın nəyi itirdiyindən də xəbərsizik. Dördüncüsü, insanları buna görə mühakimə edərkən özümüzün də nəyi itirdiyimizin fərqində olmuruq. Və beşincisi, göründüyü kimi bu düşüncələr çox məhduddur və hətta insanın özünü belə yanlış əməllərə sürükləyə bilər. Qısası, hər kəsə istədiyinin verilməsi mümkündür. Amma niyyətin təmizliyi tamam başqa məsələdir. Və hər bir insan hər bir halda öz etdiklərinə görə cavabdehdir. Bunu unutmayın.